Bəzi şirkətlərdə belə bir şey var ki, təlim var, inkişaf yoxdur. Ümumiyyətlə bu bir paradoks var da, təlim var, inkişaf yoxdur. Bunun səbəbi nədir? Yəni inkişaf eləyə bilməməsi səbəbi nədir insanların? İnsan demək şirkətin səbəbi. Onun çox səbəb ola bilər. Şirkətin inkişaf edə bilməməsi. Aha, şirkətdə yəni insan inkişaf eləmirsə, yəni şirkət deməli o qabağa getmir. Bizim yəni iki aspektdən baxmalı. Yəni təlim və inkişaf sözü əslində learning and development təlim və inkişaf deyil də, yəqin ki, bilənlər öyrənmə və inkişafdır. Bəli. O da demək ki, təlim onun bir parçasıdır. Bayaq dediyimiz kimi, yəni təhsil də onun bir parçasıdır. Təhsil ayrıdır, təlim ayrıdır da, təbii ki. Və təhsil və təlim ikisi də birlikdə öyrənmə və inkişafında başqa tərkib hissələri də var. Bu o deməkdir ki, sən inkişaf yolunu düz seçməmisən. Birinci səbəb, bunun göstəricisi odur. Təlimə getmisənsə, inkişaf baş verməyibsə, deməli ya metodu səhv seçmisən. Təlimə getməli deyildin deməli, başqa cür öyrənməliydin. Bayaq sadaladığımız metodlarla. Və yaxud da ki, təlimə getdiyin mövzu ilə sən kifayət qədər biliklisən, ona görə sənin progresin baş verməyib. Üçüncü məsələ bu mühitlə bağlı olan bir şeydir. Yəni bunu mən belə izah edərdim. Layihə idarəetməsindən bağlı təlimlər edirəm. Nəticənin 3 növü var. Mən bunu bəzi yerlərdə demişəm. Bu əslində internetdə fərqli mənbələrdə də ümumiləşdirib desək. Əgər təlimə də bir layihə kimi baxsaq, o da onun nəticəsi olmalıdır. Burada 3 cür nəticədən söhbət edə bilər. Birinci səviyyə nəticə ənənəvi layihə idarəetməsinin uğur göstəricisidir. Yəni bir layihənin uğurlu olmağına baxmaq üçün onun bu nəticəsinə baxacaqdır. Buna nəticədir? Output. Yəni təlimə getdin, attendance sheetə qol çəkdin, sertifikat aldın, outputun bitdi. Yəni sertifikat outputdur. Belə əldə oluna bilən, gözlə görülə bilən nəticə. İkinci outcome'dır. Outcome sənin o təlimə getdiyin məqsəd nə idisə, onun reallaşması, yəni qazandığın dəyərdir. Burada dayanaq artıq. Yəni bu bəzən yanlış algılana bilir. O dəyər əvvəlcədən təlimə gedəndə, təlimi təşkil edənlə, səni ora göndərənlə, bir də sənin özün aranda bir əl sıxışması olmalıdır ki, sən bura niyə gedirsən? Məqsədin learning objectivin əvvəldən olmalıdır. Sonra ki, ora baxarsan görüm o reallaşdı yoxsa yox. Yəni gözləntin başqa şey olub. Sonra başqa şey təlimin mövzusu başqa şey olsa, yenə də sən inkişaf olmadı zənn edəcəksən. Çünki gözləntin başqa şeydir. Yəni gözləntin hər hansısa bir deyək ki, tutaq ki, sən bir yeni komanda, yeni bir funksiya yaratmısan, AI ilə nə bilim nə. Sən də gedirsən, onun üçün deyirsən ki, mən bir dənə bu təlimə gedim, gəlib söküb dağıdacam da. Yəni bu mənlikdir. Bu təlimdən asılı. Bir dənə bu təlimə gedim, bu funksiyanı mən yaradadım. Təbii ki, bu belə deyil. Əvvəldən səhv fikirləşsən. Yəni bir təlimdən hər hansı bir funksiya yaratmaq mümkün deyil. Sən onu ona yüklüyürsənsə, sonra da gəlib quranmırsan sistemi, adını da qoyursan ki, inkişaf yoxdur. Bu səhvdir. Ona görə mühit amillər dedim ki, o dəyərin reallaşması, outcome-ın reallaşması heç də həmişə layihənin özündən asılı olmur. Layihə bitir, outputunu ortaya qoyur. Outcome-ın və yaxud dəyərin reallaşması üçün mühit amilləri yerində olmalıdır. Deyək ki, o şöbəyə, o funksiyaya rəhbərlik edən rəhbər normal olmalıdır. O funksiyanı yaradan CEO lazımı maliyyə dəstəyi ayırmalıdır. Satın o işi görülməsi lazım. Bir çox ekosistem elementləri olmalıdır ki, o deyək ki, gözlənti özünü doğrultusun yaratsın. Yəni dəyər təkcə o aktivitenin, fəaliyyətin özü ilə formalaşmağını gözləyirsənsə, nəticəyə gəlirsən ki, inkişaf yoxdur. Yəni bir də üçüncü səviyyə var. O düzdür, təlimlərə o qədər əlaqəsi yoxdur. Experience səviyyəsidir. Artıq user experience dediyimiz nəticə experience ilə ölçülür. Yəni ola bilsin ki, sertifikat da var. Bilik də lazım, dəyəri qazanıb, istədiyin eləyə bilmirsən təlimdən sonra, inkişaf da var. Amma təcrübə, təəssürat, daha doğrusu bizim dilə təəssürat kimi daha yaxşı tərcümə olunur. Experience. User experience istifadəçi təəssüratları. Təcrübələri deyirlər bəzən. İşçi təcrübələri deyirlər, işçi istifadəçi təcrübələri. Mən bununla razılaşmıram. Bu təəssüratları olmalıdır. Təəssürat bizim dildə daha uyğun gəlir. O təəssürat artıq bütün hər şeyin miksi qarışığıdır. Yəni
onun bir qanunu odur ki, sən o təsiratı yüksəltməlisən, maksimallaşdırmalısan. Əks halda rəqabəti uduzacaqsan. Yəni ikimiz də bir təlimə gedək, Power BI təliminə. İkimiz də sertifikat alaq. İkimiz də gərək sonra o reportu qəşəng dashboardu yarada bilərik. Amma istənilən halda ikimizdən birimiz keçdiyimiz təlimi dostlarımıza tövsiyə edəcəyik, birimiz etməyəcəyik. Səbəb soruşanda deyirsən ki, mən nəsə açmadım mən. Vibe-ımı, nəsə ətraf mühitimi. Yəni xidmət sektorunda xüsusilə bu son vaxtlar vacib olub da. Yəni mövzudan kənarlaşmayaq. Yəni bu təlim var, inkişaf yoxdur. Nəticə aspektindən mən əsaslandırdım.